Hər vaxtınız xeyir olsun, əziz dostlar, hörmətli izləyicilər. Xırdandayıq, mərkəzdə 2 saylı məktəbin, 9 saylı məktəbin yaxınlığında doğum evini də göstərdim ki, yəni oradan gələn yolun üstündədir bu mənzili təqdim eləyəcəm. Binanı da göstərirəm, binanın qabağındayıq. 16-cı saylı binada var. Bu binada 9 mərtəbəli Leningrad proyektli binada 5 otaqlı mənzilimiz çıxıb satışa. Çox gözəl də qiymətə çıxıb satışa, 127 min manata. Elə bir ki, 3 otaqlı təmirli Leningrad alsan. Otaqlar emulsiyadır, yəni ki, sadə təmirdir, köhnə təmirdir. Yəni, biraz kosmetik işləri var, belə deyək də, aboy vurulsa, polu bildiyiniz kimi Leningradlarda parketdir, yəni şlifovka laklansa, biraz qapılara əl gəzdirsə, yəni qapılarda taxtadır, yəni dəyişmə ehtiyac yoxdur. Super bir ev alınacaq, yəni qiyməti də bilirsiniz ki, bazar qiyməti 145-150 min manatdır belə mənzillərin satışı, satış qiyməti belə deyək. Keçək bir otaqları göstərdi, 2 otağı gördünüz, bu otağa da axırda qayıdacağıq. Otaq bağlıdır, indi açarla da açılacaq. Keçək koridor hissəsində gördünüz, sanitar qovşağı, hamamıdır, ayaq yolsudur, ayrı-ayrılıqdadır. Gördüyünüz kimi üzbəüz bizdə mətbəxdir, yəni kombisi də var. Müəyyən əşyalardan qalacaq, sanitar qovşağı da, hamamı da, yəni da o da təmirlidir, orta təmirlidir. Yəni tam yaşayışlı mənzildir, kubçalıdır. Qiymətdə, yəni ki, bugünkü bazar qiymətinə çox aşağı qiymətə qoyulub, yəni satış qiyməti. Çox təcili satıldığı üçün bu qiymətə qoyulub. Bura qonaq otağıdır. O digər otaqlarda gördüyünüzdə balkonla arası da açılıbdır. Ara kəsmələr götürülənib. Ona görə biraz da genişlənib otaq, amma bu qonaq otağı ilə bu bir otaqda balkon qalıb yerində. Yəni ara kəsmə götürülməyib, balkonu da göstərək var burada. Balkon hissəsidir. Görürsünüz necə geniş balkonu var, skvaznoydu mənzilimiz. Gələcəkdə podobyekt də yarayır, yəni ki, inkişaf gedir Xırdalandı bilirsiniz. Bu da bayaqlar qapısı bağlı olan otağımızdır. Keçək burada baxaq, buradan o birisi otağa keçid də var, gördünüz qapısı da var. Əlaqə nömrəsi profildədir, zəng eləyin, gəlin baxın, kim alsa Allah xeyrin versin.